Bu saçları necə bəyənməmək olar? Çox gözəl oldular axı. Məndən tez-tez saç rəngimin özümə aid olub olmadığını soruşursunuz. Bugün bu sualları cavablandıracağım. Həm də sizə kiçik bir hədiyyəmiz olacaq. Saç rəngim və saç baxımım Anar bəyə aiddir. Par yanan o qara rəngi çox sevirəm. Neynim, dəyişə bilmirəm də. Və istədiyim o qara rəngi, parıltını həqiqətən də ustam istədiyi kimi eləyir. Son etdiyi baxımdan öncə saçlarım çox pis tökülürdü və mənə elə gəlirdi ki, heç vaxt əvvəlki kimi saçlarımın qalınlığına sahib ola bilməyəcəm. Amma inanın, o baxımdan sonra saçlarım ipək kimi oldu, qalınlaşdı və ən əsası tökülmədən söhbət belə gedə bilməz. Burada isə elə bir xəbər dedi ki, başımdan tüstü çıxdı. Zarafat bir yana, dedi ki, izləyicilərinə sürprizim var. Sadəcə 2 şərt. Videonu like et və rəfiqəni taq et. Rəfiqən və sən Anar bəy və məni izləməlidir. 2 qalib seçiləcək və seçilən hər 2 qalibin özünə də, taq etdiyi rəfiqəsinə də saç baxımı və saç rəngi hədiyyə olunacaq. Bundan gözəl nə ola bilər? Mənim saçlarımın nəticəsidir. Necə oldu?